Mehraz, mən özümü çox yetərsiz hiss edirəm. Sanki dünyada məndən aşağı bir insan yox imiş kimi hiss edirəm deyirsənsə, həqiqətən də bu videonun sənə kömək olacağını düşünürəm. Burada durub sıradan yetərsizsən, nə bilim, get idman elə falan filan danışmayacağam. Öz yetərsizlik hissiyatım, bu hissiyatın üstündən necə gəldiyimi, zaman-zaman yetərsiz hiss etsəm belə, necə tez bir zamanda toparlandığımı bu videoda sənə anlatmaq istəyirəm. Çünki həqiqətən də biz yetərsiz hiss edən zaman gedib anamıza, atamıza, bacımıza, qardaşımıza, sevdiyimizə, dostlarımıza mən özümü yetərsiz hiss edirəm, mənə kömək et demirik. Və ən azından bu tərz videolar bu cəhətdən yaxşıdır ki, məsəl üçün biz də zaman-zaman yetərsizlik hiss edərkən bu tərz videoları izləyib buna bir solution, buna bir çözüm yolu axtarırıq. Bugün yetərsizlik haqqında danışacağıq. Yetərsizliyin üzərindən necə gəlmək olar, yetərsizliyə qarşı necə qalib gəlmək olar və zaman-zaman əgər yetərsizlik hissləri gələrsə, mən nələr edirdim? Bugün öz şəxsi təcrübələrimdən danışacağam. Mən bir psixoloq deyiləm, psixologiya təlimi almamışam, tamamən təcrübəyə dayalı şəkildə danışacağam. Mən Mehraz, kanalıma xoş gəldin. İlk öncə yetərsizlik hissini hamımızın yaşadığını bilirəm. Məsəl üçün dostumuzun yanında bəzən belə deyirik. Ay kaş ki mənim nə bilim məsəl üçün belə gözəl bir bədənim olsaydı və ya kaş ki məsəl üçün mənim onun kimi çox gözəl bir sevgilim olsaydı və ya kaş ki mən də onun yaşında bu qədər qazana bilsəydim kimi, məsəl üçün mən yetərsizəm, mənim heç bir qabiliyyətim yoxdur, mənim əlimdən heç bir iş gəlmir kimi ifadələrlə özümüzü bombardıman edirik. Və bu özlüyündə bizi inşa etmək yerinə bizi yerlə bir edir. Yəni əgər mən yetərsizəmsə mən heç bir şey etmirəm, yetərsiz insanın heç yaşamağa da haqqı yoxdur kimi ifadələr işlədə bilirik. Və bunun üstəsindən mən necə gəldim? Biraz realist baxmaq lazımdır. Məsəl üçün hər insanın mütləq bir mənfi, bir və ya iki mənfi xüsusiyyəti olur. Bu hər zaman belədir. Məsələn, türklər demişkən, artılar və eksilər. Biz onun əsasən gedək. Məsələn, bu dəqiqə bəlkə də məsələn mənim videolarıma baxarkən yetərsizlik hiss edirsən ki, Mehrazın çox gözəl kanalı var, videolar çəkir, nə bilim pul qazanır, belədir, onun həyatı xoşbəxtdir, mən bədbəxtəm. İnan ki, mənim də yəni zaman-zaman zorluqlarım var və bu gün yetərsizlik videosunu çəkməyimin səbəbi özümün də əslində yetərsizlik hiss edib bundan çıxmağımdır. Yəni məsələn, deyə bilərsən ki, Mehrazın belə kanalı var. Bəlkə də sənin boyun 1.90-dır. Şəxsən mənim boyum 1.72-dir. Bunu bilmirəm niyə dedim. Mənim boyum 1.70-1.71-dir və məsələn sənin boyun 1.90-dırsa, mən səni qısqanmalıyam ki, sənin çox uzun boyun var, mənim qısa boyum var. Lənət olsun bu həyata. Kimi bir cümlə deməliyəm, ancaq demirəm. Həyat ümumiyyətcə bizə nə kartlar paylayıbsa, onunla oynamağa üstünlük veririk. Məsəl üçün, əminəm ki, həyat sənə də çox gözəl kartlar paylayıb. Yəni demək ki, mən yetərsizəm, mənim heç bir qabiliyyətim yoxdur, realist ol. Ciddi şəkildə realist ol və öz həyatına bax. Mütləq bir dənə də olsa müsbət bir şey çıxacaq. Mütləq bir dənə də olsa müsbət bir şey tapacaqsan. Və deyə bilərsən ki, ay Mehraz, mən müsbət şeyi fikirləşirəm, tapa bilmirəm, bəs mən nə edim falan. Ən yaxşı yol günlük tut, günlük tut, günlük tut. Əgər mənim kanalımı davamlı izləyirsənsə, günlük tutursansa, böyük ehtimalla tutursan, əgər günlük haqqında bilmirsənsə, kartlara bir iki video qoyacam, oradan gedib məlumat məqsədi ilə izləyə bilərsən. Günlük tutan zaman məsəl üçün günlüyünə normalda bu gün belə keçdi falan filan yazırsansa, sonda yaz ki, məsəl üçün bugünkü Mehrazın qazancları nə idi? Məsələn, özünə qarşı bir mühakimə etmək istəyirsən. Məsəl üçün, lap vicdanın rahat olsun deyə Mehrazın mənfi xüsusiyyətləri yaza bilirsən. İndi mən Mehraz dedim, sən öz adını yaza bilərsən. Məsəl üçün, nümunə verək. Məsəl üçün, Əhmədin mənfi xüsusiyyətləri. Məsəl üçün, yazırsan ki, məsələn, Əhməd zaman-zaman disiplinsizlik edir. Əhməd zaman-zaman idmanı axsadır və ya başlayırsan Əhmədin müsbət xüsusiyyətləri yazmağa. Məsəl üçün, Əhmədin məsəl üçün 1.85 boyu var. Atdım indi. Əhməd burada bir metafor olaraq istifadə olunur. Əhmədin məsəl üçün Instagramında 1000 takipçisi var və ya Əhməd məsəl üçün bu yaşında artıq pul qazanmağa başlayır. Əhməddə xüsusi bir iradə var. Yəni bunu deməkdə məqsədim odur ki, içimizdəki potensialı bəzən görə bilmirik. Çünki bəzən həyatda hər tərəf 360 dərəcəni görmək yerinə müəyyən bir bucağa fokuslanırıq və ətrafımızdakilərə baxa bilmirik. Məsələn, sən sadəcə özündə mənfi xüsusiyyət axtarsan, inan mənə müsbət xüsusiyyət tapa bilməyəcəksən. Bu hər zaman belədir. Məsəl üçün, mən bu gün durub demirəmsə, məsələn, mənim niyə 1.90 boyum yoxdur və ya mənim niyə məsəl üçün dostlarım qədər çox yaxşı bir fiziyim yoxdur demirəmsə, eynilə sən də bunu da etməyə bilərsən. Və əgər bu videonu izləyirsənsə, əminəm ki, yetərsizlik hissindən bezmisən ki, bu videonu izləyirsən. Və bunu unutma. Bəzən insan yetərsiz hiss edəndə qarşı tərəfdən yox, sən yetərsiz deyilsən. Cavab yerinə hə, sən yetərsizsən, sən bu mövqedə qalacaqsan cavabını alırlar. Və bunu unutma əziz dostum, əziz izləyicim.
yetərsizlik hissi içində olsa da bilirik, yəni zaman zaman insanıq, hamımızın başına gəlir. Dostumuzu qısqanarıq, yaxınımızı qısqanarıq. İnsan olmanın təbii bir parçasıdır. Ancaq bunu qarşı tərəfə təzahür edəndə necə bir cavab reaksiyası alacağını bilmirsən. Və məsələn, sən yetərsiz hiss edən bir dönəmdən keçirsən. Bu arada mən insanları duyğularına görə xarakterizə etmirəm. Yəni o yetərsizdirsə deməli yetərsiz bir insan demirəm. Yəni deyirəm ki, məsələn, o insan bu zaman müddətində özünü yetərsiz hiss edir. Və məsələn, sən yetərsiz hiss etdiyin bir zamana denk gələndə təsadüf etdikdən, məsələn, məndə də bəzən olur. Məsələn, biri deyə bilər ki, onsuz da sən idmanda o qədər yaxşı deyilsən də. Məsələn, indi desə o qədər də təsir etməz. Zaten idman edirəm. Amma məsələn, yetərsiz zamanında desə deyəcəkdi, mən çox bərbadam, mən loseram, mən heç bir şey bacarmıram və s. və s. Artıq yetərsizliyin 1x daha altına enmiş olacaqdım və bu da özlüyündə mənə daha çox zərər verəcəkdi. Yetərsizlik həqiqətən də böyük bir başlıqdır. Biraz giriş etdik biz bu başlığa. Ümidvaram ki, bəzi qəliblər, bəzi müəyyən fikirlər, türklər demişkən, zehnində biraz oturdu və əminəm ki, müəyyən qədər səndə yetərsizlik hissi ilə bağlı biraz bir şeylər formalaşdıra bildim öz təcrübələrimə əsasən. Əgər faydalı gəldiysə, kanalıma abunə olub bir də videonu bəyənə bilərsən. İzlədiyin üçün təşəkkür edirəm.